Salam uşaqlar. Deməli, bugünkü dərsimizdə çoxhüceyrələr yarımaləmi və bağırsaq boşluqlar tipi olacaq. Ümumiyyətcə, çoxhüceyrələrdə ilk dəfə olaraq, yəni bir hüceyrələrdən fərqli olaraq bunlarda toxuma və orqanlar yaranmışdı. Amma unutmayın ki, biz deyə bilmərik ki, bütün çoxhüceyrələr toxuma və orqanlara malikdir. Xeyr. Elə ibtidai çoxhüceyrələr vardır ki, çoxhüceyrəli olsa da, onlarda ixtisaslaşmış toxuma və orqanlar sistemi yoxdur. Məsəl üçün, bağırsaq boşluqlar. Bağırsaq boşluqlu çoxhüceyrəlidir. Amma onun toxuması yoxdur, orqanları yoxdur, orqanlar sistemi yoxdur. Yəni, çoxhüceyrələrdə ümumi olaraq toxuma və orqanlar yaranmış, amma bütün çoxhüceyrələrdə toxuma və orqanlar var deyə bilmərik. Deməli, çoxhüceyrələr yarımaləminin nümayəndələrinin bədəni çoxlu hüceyrələrdən təşkil olunmuşdur. Gözlə görünən əksər canlılar çoxhüceyrələrə aiddir, lakin onlar arasında müxtəlif ölçülü olanlara da rast gəlinir. Və göllərdə, çaylarda yaşayan su bitkiləri üzərində diqqətlə baxdıqda bəzən qonur və ya yaşımtıl rəngli ön ucunda qolcuqları olan kiçik heyvancıqları görmək olar. Bunlar hidralardır. Gəlin indi tanış olaq. Deməli, çoxhüceyrələr ümumiyyətcə müxtəlif davranış, müxtəlif həyat tərzi və quruluşa malik olsa da, onların ümumi xüsusiyyətləri var. Onların hüceyrələri müstəqil fəaliyyət göstərə bilmirlər, yəni ixtisaslaşırlar. İxtisaslaşır, müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrin, məsəl üçün, bir qrupu ixtisaslaşaraq qidalanır, bir qrupu ixtisaslaşaraq ifrazata xidmət eləyir, bəziləri də çoxalmağa xidmət eləyir. Və deməli, tiplərinə gəldikdə, bağırsaq boşluqlar, yəni çoxhüceyrələrdən olan ilk tipimiz bağırsaq boşluqlular tipidir. Bağırsaq boşluqların nümayəndələri dənizlərdə və şirin sularda yaşırlar. Bağırsaq boşluqlar biz bayaq da dediyimiz kimi çoxhüceyrəlidir, ibtidaidir. Ona görə də toxuma və orqanları olmayan çoxhüceyrəlidir və bunlarda inkişafları qastrula mərhələsində başa çatır. Suda fəal üzən və oturaq həyat tərzi keçirən az hərəkətli nümayəndələrinə rast gəlinir. Bədənləri iki qatdan ibarətdir. Ektoderma və endodermadan ibarətdir. Tipin səciyyəvi əlaməti bağırsaq boşluğu. Bax, testlərə də düşür. Tipin səciyyəvi əlaməti nədir? Bağırsaq boşluğunun və bədən üzərində dalayıcı hüceyrələrin olmasıdır. Deməli, bunlarda siniflərinə gəldikdə bu tipin hidrozalar sinifi, sfifoid meduzalar və mərcan polipləri siniflərinə bölünürlər. İlk olaraq, deməli, hidrozalar sinifindən şirin su hidrası ilə tanış olaq, onun hüceyrələri ilə bədən quruluşu haqqında məlumat verəcəm sizə. Deməli, hidra oturaq həyat tərzi keçirir. Onun bədənin aşağı hissəsində döşənək vardır ki, bu da suyun dibinə və sualtı əşyalara yapışmağa xidmət edir. Bədən daxilində bağırsaq boşluğu yerləşir. Bu boşluq 5-12 ədəd qolcuqlarla əhatələnmiş ağız dəliyi vasitəsilə xarici mühitlə əlaqələnir. Deməli, hidra özü minimum 5, maksimum 12 ədəd qolcuğa malikdir. Buna görə də şüalı simetriyaya malikdir. Deməli, bədəni xarici ektoderma qatıdır, daxili endoderma qatlarından ibarətdir. Burada hidranın şəklinə baxaq. Deməli, burada ağız görürsünüz, qolcuqlarını görürsünüz, xarici qat ektoderma, daxili endoderma qatını görürsünüz. İndi biz bir-bir hüceyrələrlə tanış olaq. Deməli, dedik ki, şirin su hidrasının iki cür hüceyrəsi var. Yəni, ektoderma, xarici, endoderma, daxili qat hüceyrələr. Və bu hüceyrələrin hər birinə də aid olan hüceyrələr vardır. Bax, burada da görürsünüz ki, ektoderma qatına dalayıcı hüceyrələr, sinir hüceyrələri, aralıq hüceyrələr və dəri əzələ hüceyrələri aiddir. Yadınızda saxlayın. Hidrada əlverişli mühitdə, ektoderma qatında, yalnız ektodermadan söhbət gedir. Ektoderma qatında 4 hüceyrə müxtəlifliyi olur. Dalayıcı hüceyrə, sinir hüceyrəsi, aralıq hüceyrə, dəri əzələ hüceyrəsi. Bunlardan aralıq hüceyrəsi digər hüceyrələrə başlanğıc verən hüceyrədir. Hidrada istər əlverişli, istərsə də əlverişsiz mühitdə, endoderma qatında İki tip hüceyrə müxtəlifliyi olur. Vəzili hüceyrə və qamçılı həzm hüceyrəsi. Yəni, endoderma qatının hüceyrələri istər əlverişsiz olsun, istər əlverişli mühit olsun, fərqi yoxdur. İkisində də iki tip olur. Amma ektodermada dediyimiz kimi istisnalıq var ki, əgər əlverişli şəraitdirsə, əlverişli şərait dedikdə yay ayları yəni nəzərdə tutulur. Əlverişli şəraitdirsə 4 dənə hüceyrə müxtəlifliyi olacaq, dalayıcı, sinir, aralıq, dəri əzələ. Amma əgər mühitimiz əlverişsiz olarsa, aralıq hüceyrələrindən cinsi çoxalmada iştirak eləyən, bunu bir yerə qeyd edin.
aralıq hüceyrələrdən cinsi çoxalmada iştirak edən spermatozoidlər və yumurta hüceyrələr yarandığına görə ektoderma qatında 6 hüceyrə müxtəlifliyi olacaq. Yəni 4 dənəsi zaten var idi. Plus əlverişsiz mühitdə 2 dənəsi də yarandı. Burada olacaqdır. Deməli 6 hüceyrə müxtəlifliyi. Bəs ümumi nə qədər hüceyrə müxtəlifliyi olacaq əlverişsiz şəraitdə? 6 dənə ektodermanın, 2 dənə də endodermanın, deməli 8 dənə olacaqdır. Amma bir şeyi nəzərinizdə saxlayın. Bunu bir yerə qeyd edin. Bu hidra hermafroditdir. Hermafrodit olanda hüceyrə müxtəlifliyi bu şəkildə olur. Yəni məsəl üçün ektoderma qatında 6 hüceyrə müxtəlifliyinin əlverişsiz şəraitdə olması hermafrodit üçün xasdır. Əgər hidra ayrı cinsiyyətdə olsaydı, yəni bütün bağırsaq boşluqlular yəni necə deyim, hermafrodit deyil. Əgər ayrı cinsiyyətdə olsaydı, o zaman əlverişsiz şəraitdə ektoderma qatında 6 yox 5 hüceyrə müxtəlifliyi olacaq. Çünki bu ayrı cinsiyyətlidirsə, dişidirsə, onda yalnız yumurta hüceyrə olacaq. Erkəkdirsə, onda yalnız spermatozoid olacaqdır. Amma biz hermafrodit olduğu üçün həm spermatozoid, həm yumurta hüceyrəni ikisini bir arada deyib 6 aldıq. Amma əgər yəni ayrı cinsiyyətlidirsə, bunlardan biri olacaq. Ona görə də deməli ayrı cinsiyyətli və yaxud da ki, hermafrodit olmasına diqqət yetirməlisiniz. Belə, deməli, dediyimiz kimi burada qatlarla da tanış olduq və bunu da qeyd edim ki, bunlarda ilk dəfə olaraq dəri əzələ və sinir, yəni hüceyrələri ilk dəfə bağırsaq boşluqlarda əmələ gəlmişdir və belə deyək, həmin dəri əzələ hüceyrələrində əzələ lifləri vardır və əzələ lifləri də ilk dəfə olaraq bunlarda əmələ gəlmişdir. Yəni ektoderma qatının dəri əzələ hüceyrəsində əzələ lifi vardır. Endoderma qatında isə sadəcə həzm hüceyrəsi var. Qamçılı həzm hüceyrəsi, onda əzələ lifi vardır. Və bunu da yadınızda saxlayın ki, həmin bu hidranın endoderma qatının deməli həzm hüceyrələri 3 növ hərəkət orqanoidinə malikdir. Yalançı ayaqları vardır. Sonra bunlarda liflər vardır, bir də qamçılar vardır. Bu həzm hüceyrələrinə fikir verin. Yalançı ayaqlara da malik olanlar var. Yəni 3 növ hərəkət orqanoidi var. Yalançı ayaqlar vardır, qamçılar vardır, bir də liflər vardır. Və şəkildən də görürsüz ki, vəzili hüceyrələr az saydadır. Amma qamçılı həzm hüceyrələri isə daha çox sayda burada göstərilibdir. Burada deməli indi baxaq bura, dönək qaydaq bura. Aha. Digər bir sinif olan sifoid meduzalar sinifi haqqında danışım. Deməli, nümayəndələri Aurelia meduzasıdır. Aurelia meduzası dənizlərdə yaşayır. Hidradan fərqli olaraq suda aktiv üzür. Həlməşik və yarım şəffaf olan bədəni çətirə oxşuyur. Çətirin alt hissəsində üzərində dalayıcı hüceyrələr olan çoxlu miqdarda qolcuq və ağız olur. Çətirin kənarlarında isə qara pigmentli gözcüklər vardır, gözcüklər. Meduzaların əksəriyyəti suyun səthində, bəziləri, yəni stavromeduza bentos canlıdır və suyun dip hissəsində yaşayır. İndi burada o digər dərsdədir. Tamam, çoxalması sonra danışarıq o zaman. Digər sinifdə mərcan polipləri sinifidir. Tək və ya koloniya halında yaşayan nümayəndələr vardır. Tək halda yaşayan forması aktiniyadır. Koloniya halında yaşayan formaları qırmızı mərcan polipləridir ki, bunlar kirəç skeletə malik olduğuna görə koloniyaları şaxələnmiş budaqçıqlara bənzəyir. Sakit və Hind okeanlarının tropik hissələrində də məhv olmuş poliplərin kirəç skeletləri mərcan adalarını əmələ gətirir. Burada şəklə mütləq diqqətlə baxın. Dalayıcı hüceyrələr haqqında da danışın. Deməli, dalayıcı hüceyrədə içərisində zəhərli maddə olan kapsul vardır. Həmin o kapsulun içərisində də spiral şəklində burulan dalayıcı sap yerləşir. Həmin o dalayıcı saplar şəkildə də fikir versək, sanki tikanlar var dalayıcı sapın üzərində. Həmin bu tikanlar şikarın bədəninə sancılır və şikar nə qədər qurtulmaq üçün nə qədər çox çırpınarsa, daha da dərinə batmağa başlayır bu tikanlar və bu kapsulun içərisində də, belə deyək də, zəhərli maddə vardır ki, bu da zəhərli kapsuldur da, yəni həmin dalayıcı sapa bulaşır, dalayıcı sap kənara atılanda şikarın bədəninə sancılır və onu iflic edir. Bəs yaxşı, burada həssas tükçüyü də görürsünüz ki, həssas tükçük vasitəsilə şikar ona yaxınlaşanda bu hidra onu hiss eləyir. Deməli, indi öyrəndiklərim, burada tapşırıqları da mütləq baxarsınız.
Bağırsaq boşluqların həyat fəaliyyətinə gələk. Qədim Yunan əfsanəsinə görə Lerneyi hidrasını məhv etmək Herakl kimi güclü bir qəhrəman üçün asan olmamışdır. Hidranın hər vurulmuş bir başı əvəzinə ikisi əmələ gəlirdi. Herakla kömək edən İolay kəsilmiş başların yerini məşəllə yandırandan sonra onlar hidranı məhv edə bildilər. Deməli, bura bizə nəyi bildirdi? Hansı məlumat verdi? Deməli, hidranı kəsəndə o regenerasiya etmək qabiliyyətinə malikdir. Yəni məhv olmur. Əksinə nə qədər kəsirsənsə o qədər çoxalır. Yəni Herakl onun başını belə kəsirdi. Neçə yerə parçalasa da yeni hidralar əmələ gəlirdi. Onun kökünü kəsə bilmirdi. Amma İolay isə yandırdıqdan sonra artıq onlar yanır deyə, hüceyrələr yanır deyə özünü bərpa edə bilmədiyinə görə bu şəkildə hidranı məhv etmişdir. Həyat fəaliyyətinə gəldikdə isə bunlarda məsəl üçün maddələr mübadiləsidir, qıcıqlanma, çoxalmadır, bunlarda oxşarlıqlar vardır. Hərəkətə gəldikdə dedik ki, az hərəkətli və fəal hərəkətli formaları vardır. Az hərəkətli formaları polipdir, fəal hərəkətlidən meduzalar adlanır. Qidalanma da ümumiyyətcə bağırsaq boşluqlarda anal dəlik yoxdur. Yəni və qida iki istiqamətlidir. İki istiqamətli nə deməkdir? Yəni ağızdan daxil olan qida müəyyən yəni bağırsaq boşluğunda həzm olunduqdan sonra, həzm prosesləri getdikdən sonra lazım olmayan qida qalıqları elə ağızdan da kənarlaşdırılır. Yəni iki istiqamətdə. Eyni yerə qayıdır. Yəni eyni yerdən gəlir, eyni yerə qayıdır. Sanki ağız həmçinin anal dəlik rolunu da oynayır burada. Deməli, hansı ki həmin qida hissəcikləri gəlir bağırsaq boşluğuna düşür, orada endoderma qatının hüceyrələri tərəfindən həzm olunur. Bu hansı ki hüceyrə daxili həzm adlanır. Həzm olunmayan qalıqlar da yenidən bağırsaq boşluğuna düşür, ağız vasitəsilə xaricə atılır. Xüsusi tənəffüs sistemləri yoxdur. Bunlarda suda həll olmuş oksigendir. İfraza sistemi də yoxdur, bütün bədən səthi ilədir. Qıcıqlanma və refleks. Artıq bunlarda yeni bir termin, refleks termini vardır. Çünki çox hüceyrəlidir. Bağırsaq boşluqlarda sinir hüceyrələri mövcuddur. Bu hüceyrələrin köməyi ilə qıcığa cavab verilir. Budakı refleks adlanır. İndi isə gəlin çoxalmasına baxaq. Bunlar əlverişli şəraitdə qeyri-cinsi, əlverişli şəraitdə isə cinsi yolla çoxalırlar. Yəni əlverişli şərait dedikdə payız ayı nəzərdə tutulur, qış ayı nəzərdə tutulmur. Ancaq payız əlverişli şərait yazla yaydır. Əlverişli şərait isə payız ayı nəzərdə tutulur, qışda ölürlər. Qeyri-cinsi çoxalma tumurcuqlanma yolu ilə. Cinsi çoxalma isə cinsiyyət hüceyrələrinin qametlərin iştirakı ilə baş verir. Bağırsaq boşluqların bəzilərində cinsi çoxalma zamanı eyni bir orqanizmdə həm dişi, həm də erkək cinsiyyət hüceyrələri yaranır. Belə orqanizmlər hermafroditdir, məsələn şirin su hidrası. Bəzilərində isə erkək və dişi cinsi hüceyrə ayrı-ayrı fərdlərdə yaranır. Bunlar da ayrı cinsiyyətli adlanır. İndi çoxalma haqqında burada şəkilə əsasən də sizə danışacağım, bəzi məlumatları da verəcəm. Regenerasiyada dediyimiz kimi itirilmiş bədən hissələrini yenidən bərpa etmə qabiliyyəti regenerasiya adlanır. Aralıq hüceyrələr hesabına baş verən bir prosesdir. Burada hidranın çoxalmasını görürük biz. Hidra qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalması tumurcuqlanma yolu ilə baş verir. Bax, bu şəkilə baxın. Qeyri-cinsi yolla çoxalması tumurcuqlanma yolu ilə baş verir. Və ardıcıllığı yadınızda saxlayın. Testdə düşür ki, hidranın qeyri-cinsi tumurcuqlanma yolu ilə çoxalmasında birinci nələr əmələ gəlir? Birinci, hidranın bədənin üzərində qabarcıq əmələ gəlir. Sonra ağız əmələ gəlir. Sonra qollar əmələ gəlir. Sonra gövdə əmələ gəlir. Ən sonda isə həmin tumurcuq ana orqanizmdən qopub düşəndən sonra döşənək əmələ gəlir. Yəni qopub düşübsə artıq yerə yapışması üçün döşənək əmələ gəlir. Qeyri-cinsi yolla bu şəkildə çoxalır. Bu tərəfdə isə cinsi yolla çoxalması göstərilib. Cinsi yolla spermatozoidlər və yumurta hüceyrələri əmələ gəlir və belə deyək də bir dişi fərd, yəni bir dənə yumurta hüceyrə əmələ gətirmir də, yəni çoxlu yumurta hüceyrə əmələ gətirir. Onlar da spermatozoidlərlə mayalanır. Bu şəkildə öz nəslini davam etdirə bilirlər. Çünki mən bunu nəyə görə dedim? Yəni təsəvvür edin ki, bir dənə yumurta hüceyrə əmələ gətirsə, ola bilsin ki, o inkişaf eləməz, məhv olar, belə nəsli kəsilər də. Ona görə də yəni bir neçə yumurta hüceyrə əmələ gətirir və mayalanma prosesi baş verir və belə deyək də bu payızda olur. Yəni cinsi çoxalması payızda baş verir. Necə olur? Artıq payızda mayalanma prosesi baş verdi. Mayalanmış yumurta əmələ gəldi. Mayalanmış yumurta qılaf, yəni qalın qılafla örtülür. Bu qılaf özü qışı keçirir. Sonra isə şərait yaxşı olduqdan sonra, yəni məsələn artıq
necə deyim, yaz ayları gələndən sonra həmin deməli yumurta hüceyrənin qılafı əriyir və oradan da yəni inkişaf eləyərək ziqot falan əmələ gəlir və yetkin hidra formalaşmağa başlayır. Və yadınızda saxlayın. Hidra hermafrodit olsa da mayalanması çarpaz gedir. Yəni ki, özü-özünü mayalaya bilmir. Bunun səbəbi nədir bəs? Çünki hidranın üzərində olan yumurta hüceyrə və spermatozoidlər, bir dənə hidradan söhbət gedir, eyni anda yetişmirlər. Ona görə məcburdur başqa bir hidranın yetişmiş spermatozoidi başqa bir hidranın yetişmiş yumurta hüceyrəsi ilə mayalansın. Yəni bu şəkildə. Ona görə də çarpaz gedir və çarpaz mayalanma daha yaxşıdır. Yəni nəsil daha davamlı olmasına gətirib çıxaran formalardan biridir. Burada Aurelia meduzasının həyat dövrünə də baxaq. Deməli, Aurelia meduzası meduzalar ayrı cinsiyyətlidir gördüyümüz kimi. Dişi və erkək meduzalar göstərilib. Bunlar da həmçinin spermatozoid və yumurta hüceyrə olmaqla cinsiyyət hüceyrələri əmələ gətirir. Mayalanma prosesi baş verir. Mayalanma prosesi getdikdən sonra planula adlanan sürfə əmələ gəlir. İndi burada planula sürfəsinə diqqətlə baxın. Nəyə oxşuyur? Kirpikli infuzor tərliyə oxşuyur. Görürsüz? Bu o deməkdir ki, deməli bunların əcdadı bir hüceyrəli ibtidai heyvanlar olublar. Hansı ki 10-cu sinifdə tanış olacaqsınız. Ontogenez filogenezin qısa təkrarıdır. Burada da onu sübut eləmiş oldu ki, meduza sürfəsinin planulaya oxşaması onun qədim əcdadları olan ibtidai bir hüceyrələrlə yaxınlığını, yəni əcdadı olmasını göstərir. Sonra bu planula inkişaf edir, polipə çevrilir. İndi polipə fikir verin. Polip isə nəyə oxşuyur? Hidraya oxşuyur. Bax görürsüz, polip hidraya oxşuyur. Bu isə onu sübut eləyir ki, deməli hidrozalar sinifi sfifoid meduzalardan daha əvvəl əmələ gəlmişdir. Yəni onların sanki ən qədimi hidrozalardır da. Yəni hidra daha qədimdir və bu meduzalarda ontogenez filogenezin qısa təkrarıdır kimi anlayışı, yəni burada da tətbiq edə bilərik. Ona oxşarlığı deməli hidrozaların daha qədim yarandığını, meduzaların da onlara oxşadığını deyə bilərik. Sonra isə bunlar deməli inkişaf edəndən sonra bax burada görürsüz ki, üst-üstə boşqab formasında fərdlər əmələ gətirir və həmin fərdlər də bir-birindən tədricən qoparaq yeni meduzalara başlanğıc verir. Yəni bir dənə yumurta hüceyrənin mayalanmasından çoxlu miqdarda meduza əmələ gəlir. Bir dənə bu yumurta var ha, bunun mayalanmasından boşqab şəklində çoxlu meduzalar əmələ gəlir. Çünki onlar bölünürlər və çox əmələ gətirirlər. Bir də belə bir şey var. Sual verə bilərsiniz ki, niyə əlverişsiz şəraitdə biz dedik ki, mayalanmış yumurta hüceyrə qalın qılafla örtülür? Qışı belə keçirir da. Bəs niyə bunlar sista və ya spor əmələ gətirərək özlərini qorumurlar? Yəni bunlar sista və ya spor əmələ gətirmirlər. Ona görə ki, bunlar çox hüceyrəlidir. Yəni ibtidai olsa da çox hüceyrəlidir. Axı bunlarda hüceyrələrində ixtisaslaşma gedibdir. Ona görə də bunlar spor və ya sista əmələ gətirə bilməz. Yəni bu şəkildə. Hidranın ömrü 9 ay davam edir. Yaz, yay və payız fəsilləri tam olaraq yəni 9 ay davam edir. Sonra payız fəslində artıq qeyri-əlverişli şərait olur. Spermatozoidlər, yumurta hüceyrələr yaradır, özləri məhv olur, ölürlər hidralar. Bu şəkildə. Deməli, yadınızda saxlayarsınız bunda. Deməli, bu qədər. Gələn dərsimizdə də yassı qurtlar tipini sizə izah eləyəcəm. Bir də uşaqlar, yadıma düşmüşkən bunu da deyim ki sizə. Bu hüceyrələr, yəni tez-tez soruşa bilər ki, hidrada hansı hüceyrələr, yəni ən çox yenilənən hüceyrələr hansıdır? Bir də ən çox sayda olan hüceyrələr hansıdır? Deməli, hidrada ən çox yenilənən hüceyrələr aralıq hüceyrələri hesabına dalayıcı hüceyrələrdir. Çünki dalayıcı sapdır, atırsan, şikarı istər-istəməz, yəni yenilənməyə ehtiyacı var da, məhv olur, şikarı sancırsan falan belə məhv olur. Ona görə yenilənməlidir tez-tez. Yəni çox yenilənən soruşsa. Amma bir də vardır ki, sizdən soruşsa ki, bəs ən çox sayda olan hüceyrə dəri əzələ hüceyrəsidir. İstər-istəməz, yəni dəri əzələdə bütün bədəni örtür. Ən çox sayda dəri əzələ hüceyrəsidir. Ən çox yenilənən isə dalayıcı hüceyrədir. Və yadınızda saxlayın, ilk ayrı cinsiyyətlilik
İlk ayrı cinsiyyətlilik bağırsaq boşluqlarda yaranmışdır. Proterozoy erasında yaranmışdır. Bu qədər. Əgər nə isə başa düşməsəz, yazarsınız şərhlərdə də. Əgər yəni videonu da bəyənsəz, yəni çox şad olaram ki, şərhlərdə də bunu bildirəsiz. Sağ olun.